Python dilində yazılmış proqramın icrası nəticəsində ekrana 25 ədədi çıxarsa, S-in ən böyük və ən kiçik qiymətlərini müəyyən edin. Gəlin baxaq. Bir S dəyişəni var, onun qiymətini bilmirik, məhsuldur bizdə. Bizdən S-i soruşur zaten. Daha sonra K ədədi var, 0-a bərabərdir, A ədədi var, 4-ə bərabərdir. Və burada dövr başlayıb. Dövr başlayıb deyir, K S-dən kiçik olduğu müddətcə dövr işləyir. S-in qiymətini bilmirik. Amma biz bilirik ki, A sonda çapa verildikdə 25 isə deməli orada dövr işləyib ki, A-nın qiyməti dəyişib və 25 oldu. O görə ardıcıl olaraq dövrü icra edək. A bərabərdir A vurulsun 2 üstəgəl 3. A-nı 2-yə vurulsa 8 alırıq, üzərinə 3 gəldikdə 11 ədədi alırıq. K-nı da eynisi ilə 3-ə vurur, üzərinə 1 gəlir, yəni 1 ədədini alırıq. Növbəti qiymətdə nə edir? A-nı 2-yə vurur, yəni 22, üzərinə 3 gəlir, olur 25 ədədi və K-nı nə edir? K-nı 3-ə vurur, üzərinə 1 gəlir, K-nın qiyməti olur 4. Gördüyüm kimi A-nın qiyməti nə oldu? 25 oldu. Deməli, burada dövr dayanıb ki, çapa da 25 ədədi göndərilir. Dövrün dayanması üçün mümkün olan şərtlərə baxaq. Deməli, dövr nə zaman dayanıb? K 4-ə bərabər olduqda. Deməli, 4 S-dən kiçikdir şərti ödənməyib. Ona bu halda baxdıqda, deməli, S-in mümkün qiyməti 2 və 3 ola bilir. Nəyə görə 2 və 3 ola bilir? Çünki, baxın, K-nın qiyməti əvvəlcə 0 idi. Deməli, 0 S-dən kiçik idi. 1 oldu sonra, deməli 1 də S-dən kiçik olub. 2 şərt ödənib. Amma artıq 4 ödənmirsə, deməli bizdə qiymətlər 2, 3 ola bilir. Və bir də 4 ola bilir. Nəyə görə 4 olur? Çünki 4 də 4-dən kiçik deyil. Yəni şərt ödənmir. Onda deməli bizdə 2, 3, 4 S-in mümkün qiymətləridir. Ən böyük və ən kiçik qiymətlərin cəmini istəyir. Yəni 2 ilə 4-ün bizdən cəmini istəyir. Bu da bizdə D variantı 6 qiymətini verir. Yəni ki, cavabımız bizdə 6 olur.